Allah səndən soruşacaq, Həzrət Əli buyurur, bu günü necə keçirdin və hansı əməlləri etdin? Qulaq asın, görün nə suallar Allah verəcək, sən də hər gün özünə bu sualları verməlisən. Əzəkərtillah əm həmidtihi, Allahı yad etdinmi bugün və Allaha həmd elədinmi, şükür elədinmi? Bizim şükür yadımıza düşür, biz tələbkarıq, ancaq hacət deyirik. Biz Allahla danışanda ancaq hacət tələb eləmək üçün onun qapısına gedir. Bir dəfə getdik, minnətdarlıq elədi. Gedək, şükür namazı qılaq, deyək ki, təşəkkür edirəm sənə, bax, varlığıma görə. Həzrət Əli deyir, gün bitəndə Allah səndən soruşacaq və özündən soruş. Bugün Allaha həmd etdin, Allahı yadva saldın. Ondan sonra əqəzəyti həvaicə müminin fi, bugün möminlərdən birinin hacətini yerinə yetirdin. Ənəfəsdə anku kurbətən, bugün hansısa bir müminin çətinliyini, qəmini aradan apardın. Əşşi, özümün o qədər dərdim var ki, mən cəmaatın dərdini həll edəcəm. Din deyir, xeyr. Hər gün tez-tez sənin yolun kənarına bir mömin çıxardacam, bir insan çıxardacam ki, onun ehtiyacını sən ödəyəsən. Gün bitəndə bunu soruş özündən. Bugün soruş ki, məndən bugün kiməsə xeyir gəldi, yox. İstər-istəməz sabah çalışacaqsan ki, kiməsə xeyrin dəhəsində. Əkəfəfti ən qeybəti əxin müminin, bir mömin qardaşın qeybətinin qarşısını aldın. İlahi, mən özüm qeybət eləmirəm, yox, kifayət eləmir. Sənin yanında qeybət ediləndə onun qarşısını aldın, yoxsa yox. Axı, mən özüm eləmirəm, yox, Allah səni çox adam hesab edir, insansan sən. İnsansan, insan nəinki qeybət eləməz, qeybətə dözməz, qulaq asmaz, dinləməz. Bundan nə nəticə çıxır? Sən demə, Allah istəyir ki, səhərdən axşamacan biz onun bunun fikrində olaq, başqalarının fikrində olaq. Ə'anti muslimən, bir müsəlmana kömək etdin, mən ləzi sənə'ti fihi, başqaları üçün bugün nə iş görmüsən? Təkrar suallardamsın. Amma sən demə, Allah istəyir ki, biz hər gün başqalarının fikrində olaq. Dalıca buyurur ki, fəyyəzkuru mə kənə minhu fə inzəkər deyir, nə iş görübsə sayır sonra. Əvvəl standart sualları verir ki, bu sualları hər gün sorur. Sonra isə başda əməllərini təhlil etməyə. Bilirsiniz, niyə başqalarını vurğulayır? İnsan başqalarına yaxşılıq etdikcə egosu zəifləyir, nəfsi zəifləyir və xeyirxah insana çevrilir və günahdan uzaqlaşır. Ona görə deyirlər, günahlarından qurtulmaq üçün cəmaata xidmət eləyin. Onda zəifləyirsiniz. Dalaca buyurur ki, elə ki, gördün, yaxşı iş görmüsən, Allaha həmd elə, pis iş görmüsənsə istiğfar elə və qərar ver ki, da eləməyəcəksən.